3'ten sonra yatır, ondan sonra hiç yatma. Ondan 2'ye dərin yuxudur, 2'dən 5'e orta yuxudur, 5'ten sonra hiç yatma. Bizdə də 2'den 3'ten sonra yatır, deyir gün ortaya yatdım, ayda otur. Heç başım dincəlmədi. Vallah bilmirəm nədir, axı mən yatdım, başım dincəlmədi. Başa salamırsan ki, sən yuxunu lazım olan vaxtını yatmırsan. Ki o xoşbəxtlik hormonu ifraz olunsun, rahat olasan. Ona görə də vaxtında yatın və uşaqlarınızı da axşam 12'ye 1'e qədər uşağa dərs oxutmayın. Uşağı səhər erkən yatızdırın 9'da, səhər 5'də durğuzun, uşağı oxudun, onun uşağın yaddaşında qalsın, sağlam olsun, gümrah olsun. Gəlin qısa bir reklama baxaq, ayrılmayın, xahiş edirəm bizdən. Yenə də həm də zəng eləmirsiniz. Kimin sualı varsa bu nömrəyə, Emil bəy, bu nömrəyə zəng edin, qoşulun, suallarınızı verin. Gəlin reklama baxaq. Yenə efirimiz davam edir, təbii ki. Və soruşursunuz, Doktor Seyfəddin klinikası harada yerləşir? Doktor Seyfəddin klinikası Həzaslanı metrosunun çıxışında 50 metr məsafədə yerləşir və Doktor Seyfəddin klinikasında nə var? Doktor Seyfəddin klinikasında müasir təbabətlə yanaşı ənənəvi təbabət var. Yəni, arı ilə müalicə, arı məhsullarla müalicə, zəli ilə müalicə, qurbağa ilə müalicə, hicama ilə müalicə, iynə batırma ilə müalicə, banka ilə müalicə, müxtəlif masajlarla müalicə, çox gözəl biomasajımız var, arıqladıcı masajlarımız var. Ondan başqa karey aparatımız var, amma ayaq altında şporu əritmək üçün, qan dövranını yaxşılaşdırmaq üçün. Çatanaq aparatımız var, Amerika istehsalı olan bütün fizioterapevtik prosedurları yerinə yetirmək üçün çox qiymətlidir, çox yerindədir. Zəngimiz var, eşidək. Alo. Alo. Salam olsun doktor. Salam əzizim. Salamlayıram sizi ürəkdən, işlərimizdə də uğurlar arzulayıram. Sağ olun. Hardan zəng eləmisiniz? Sumqayıtdan. Nə gözəl, adınız nədir qardaşım? Hafiz. Eşidirəm, ay Hafiz müəllim. Doktor, sizə 2 dənə sualım olacaq. De. Birinci bir lərsə verilişə baxanda dediniz ki, migrenin dərmanla müalicəsi yoxdur, ona ancaq təbii müalicə edirik biz. Amma yenə də ürəyim tam rahat olsun deyə soruşmaq istəyirəm ki, bunun qarantisi nə qədərdir? Təbii müalicə ilə tam migrenin sağalması. Bu mənim birinci sualım. İkinci sualımdaki doktor, ümumiyyətlə Allahın kitabı, müqəddəs, mübarək Quranı oxumusunuzmu? Qurana qarşı fikriniz nədir? O mənə kimi maraqlı olar sizin fikirləriniz. Görək sizin fikriniz nədir? Çox sağ olun sualınıza görə. Xudafizləşək, mən də suallarına cavab verim. Birinci, mən kocaman bir həkim kimi ən sevmədiyim və iki sual var. Biri deyilir ki, ay həkim, siz garantiya verirsinizmi, boynunuza götürürsünüzmü? Mən deyirəm, mənim boynum qırılar. Həkim desə ki, mən sizi görmədən, xəstəni görmədən, mən söz verirəm, mən müalicə eləyəcəm 100%, mən garantiya verirəm, Rusun dilinə desə, təminat verirəm, boynuma götürürəm, yenə deyirəm, adam boynu qırılar, o həkim, o cavab verirsə, həkim deyil, yoxlamadan. Həyatımda olub gəlib mənim yanıma, baxmışam ki, migrendir, migrenlə yanaşı olaraq bu adamın boynunda sümükdə xərçək var, sarkoma var. Mənim nə haqqım çatır yoxlamadan, görmədən demək ki, mən səni 100% müalicə eləyirəm. İndi ikinci sualına da cavab verəcəm. Zəngimiz var. Alo. Alo. Bəli, xanım. Alo. Bəli, xanım. Doktor salam. Aleyküm salam. Doktor, sizə bir sualım var. Mənim əllərimdə keyləşmə var. 58 yaşım var.
Hardan zəng eləmisiniz? Bakıdan. Nə gözəl, buyurun. Mənim əllərimdə keyləşmə var, bir də qulağımda səs var, doktor. Bəli. Mən sabah sizin qəbulunuzda ola bilərəm, yoxsa yox? Niyə ola bilmirsiniz ki? Siz hər zaman ola bilərsiniz. Sabah saat 12-dən sonra da istədiyiniz vaxt mənim qəbulumda ola bilərsiniz. Çox sağ olun. Sağ olun. Minnətdarım. Bircə dənə xahişim odur ki, nə müayinəniz varsa onları da gətirin. Varsa. Yoxsa da problem yoxdur, narahat olmayın. Yerimizi yəqin bilirsiniz ünvanı da. Eybi yoxdur. Həzrət Aslanlı metrosunun çıxacağında Doktor Seyfəddin klinikası. Gələndə arxa çıxacaqdan çıxanda KFC-də Aksiya İsmaildə arxasında da həyətdə Doktor Seyfəddin klinikasıdır. Həmən o sonra deyəcək mənim sualıma cavab vermədi, sualdan qaçdı. İkinci sualına cavab verim. Quran kitabını oxumusunuzmu? Eybi yox, bir kəlmə buna cavab verim. Həkimə, canlı efirdən olunan həkimə bu sualı verməzlər. O həkim də ona cavab verirsə, o da yenə o həkimin ağlı da yoxdur, yerində deyil heç nəyi. Mən burada çıxıb mənim nəyə inamım, nəyə etiqam, o mənim şəxsi işimdir. Nə oxumuşam, nə oxumamışam, nə bilirəm. Və sizin elə sual verməyin bir də. Siz məndən cavan olarsınız. Yetkin adamsınız, səsinizdən görürüm. Elə sual verməyin həkimə. Xəstəliyindən sual verin. Mən bura xəstəliyə görə çıxmışam. Cavab verim. Çox sağ olun sualınıza görə. Hər halda çoxlarından da Quranı daha mükəmməl bildirirəm. Ancaq onun bu işə dəxli yoxdur. Gəlin zəngimizi eşidək. Alo. Alo. Bəli. Salma böyle. Bəli. Doktor ne cevap vermiyor? Mən eşidirəm sizi, Ağsaqqal. Mən sizi eşidirəm. Doktor ne yapayım ben cevap versin? Mən eşidirəm sizi. Doktor, benim başımda kızıltı var. Elbet çay atır başımdan. Bəli. Ona bir muhabbet deyin. Elə müalicə yoxdur ha qardaşım. Burada mən bir görmədim, indicə dedim, yoxlamadım. Xəstə deyirəm ki, buradan bir filan çay iç, bitki çay iç, qıcıltı çıxsın, geçsin. Qıcıltıyı verən, çox sağ ol sualınıza görə. Qıcıltıyı verən səbəblər nə olur? Yaşınız var, mən hiss elədim danışınızdan. Bu damar, beyin damarında, beyni qidalandıran toxum, o toxumaya gedən damarın daralması olur. Necə ki, kür çayı. Harada genişdir, səs yoxdur. Harada daralırsa şırıltısının 5 kilometr, 3 kilometr səsi gedir. Burada da damar daralanda o qıcıltı, vıcıltı, küy eşidilir. O damarın gen olanda, yəni daralmayanda o səs eşidilmir. Çox şeyə bağlıdır. Yəni əsas səbəblərdən biri budur. Başqa səbəb də var. Çox həssas sinir sistemi olan adamlarda da ola bilir. Deyir, başımı qoyuram, yastığa, balınca dəyən kimi küy aparır. Deyirəm, acıca qulağını qatda dəyməz. Deyir, hə, kişinin ondan da olsun. Qulağım dəyməyən kimi o səsi eşitmədim. Və yaxud elementlərin çaşmamazlığından ola bilər, vitamin çaşmamazlığından ola bilər və yaxud oradakı iltihabı nəticəsində ola bilər. Müayinəsiz elə bir ilahi həkim sizin bir tayinizdir, sizin birinizdir. Mən sizin birinizəm. Mən ilahi güclüyəm ki, mən biləm ki, hə, buradan bir şey dedim, oradan qıcıltı getdi. Elə şey yoxdur. Yəni, müraciət eləsəniz, məmnuniyyətlə baxaram, nə imkanım var, kömək eləyərəm. Çox sağ olun sualınıza görə. Və doğrudan da maraqlıdır, çox maraqlıdır. Çünki hər insanın orqanizmi fərdi qaydadadır. Neçə milyard insan varsa, mən deyirəm bunu sizə, fərqli qaydada eyni xəstəlikdir. Laf miqrendir, bax, sual verdi, bax, miqreni nə? Miqrenin var, auralı miqren. İşığa baxanmır, kəskin səsə qulaq asanmır, gözünün qabağında qara nöqtələr olur. Bu getdi. Miqren var, bir tərəfdən tutur, gəlir ağrı, az qalır gözünü çıxarsın. Bu da getdi. Başqa miqren var, gicgahdan tutur, gözü az qalır gözü çıxsın. Bu da getdi. Başqa miqren var, heç harda ağrı yoxdur. Göz elə bil ki, orada vurur, elə bil çıxacaq göz bu dəqiqə. Bu da getdi. Elə miqren var, orada başda səs verir, küy verir, ağrı yoxdur. Elə miqren verir, ümumiyyətlə ağrı yoxdur, başında sıxılma verir. Miqrenin yüzlərlə növü var, sən oradan deyirəm ki, sən miqrenə 100% söz verirsən. Mən miqrenə söz verirəm ki, dünyada baş ağrısını ən yaxşı müalicə edən adam mənəm. Doktor Seyfəddin klinikası. Yəni, oraya heç yerdə o nəticəni ala bilməzsən. Bunu deyirəm mən. İndi insandır, yoxluyursan, bir də görürsən, əlavə olaraq xərçəng döyük, boyun fəqərəsində bir sınıq var. Və yaxud da orada bir hər hansı anadan gəlmə qüsur var. Damarı sıxır.
Sən indi orada sən bu bəli. Yevlatdan zəngimiz var. Gəlin eşidək, gözəlim Yevlat. Çingiz doktor Baxşəliyevə salam göndərirəm, tələbə yoldaşım. Alo. Bəli xanım. Eşidirəm xanım. Həkim salam, axşamınız xeyir. Axşamı xeyir ay xanım, Yevlağa salamlar. Mən yol yeriyəndə, Bəli. salam. Həkim, mən yol yeriyəndə, Oo, ay xanım. 3 dəfə yol yerində əvəzinə sual versəydin indi. Eybi yoxdur, qoşularsınız indi. Əmil bəy kömək eləyər, Allah işini öndiləsin. Yol yeriyəndə görən təngi nəfəs mi olam deyir, ağrıyam mı deyir. Ümumiyyətlə, dizimdə deyil sızıltı olur, 36 yaşım var, çox hərəkət etmək və soyuq olanda daha şiddətli olur ağrı. Onu gələcəksiniz, Doktor Seyfəddin klinikasının səbəbini tapacaq ki, orada artroz var, artrit var, yoxsa revmatizm var, revmatoid polartrit var. Yəni, səbəbi bilinməlidir. Və yaxud orada mayenin azlığı var. Deyir, niyə səs eləyir? Deyirəm, maşında da elədir. Çarx yağlanmayanda maşının bu səs eləyir. Sən onu yağlayan kimi səs kəsir. Elə adam var, görürsən ki, oynaqda olan mayenin miqdarı azalır. Azalanda o səs sümük-sümüyə dəyir və təbii ki, həm ağrı verir, həm səs verir. Belə ola bilir. İmkan olsa gör, qoşula bilsə, ürəyimdə qaldı. Yevlağa qoşarsan. Beyləqan, alo. Alo, həkim. Salam. Salam. Buyurun. Salam, Seyfəddin doktor. Salam, xoş gördük. Sağ olun. Seyfəddin doktor, sizdən bir məsləhət alın. Buyurun əzizim. Davamda düşmək istəyirəm. Buyurun. Mən şəkər xəstəsiyəm. Bəli. 10 ildir. Sol ayağımın pəncədən amputas olmuşam. Bəli. İndi durub yavaş-yavaş yeriyirəm. Topuğum şişir. Həm də orada biraz istilik var. Aha. Bu haqda məsləhətiniz mi? Vallahi onu görmədən, qardaş oğlu, onu görmədən mümkün deyil. Allah qoysa sağ-salamat gəlin. Biz də sağ-salamat baxaq. Ondan sonra diagnoz dəqiqləşdirəndən sonra deyəcəm nə kömək eləyə bilərik. Nəyi evdə elə, nəyi biz eləyək. Çox sağ olun, sağlığınıza görə minnətdarım. Bağışlayın. Biraz qıcıqlandı boğazım. Təbii ki, dediyim kimi, bax sağ olsun, çox yüksək səviyyədə başa düşdü ki, mən nə deyirəm. Mənim əlacım ola ki, buradan bir şey deyim ki, əməliyyat olub, əməliyyatdan sonra bilmirəm nə olub, nə cür olub. Mən buradan bir şey deyim, o da eləsin, ziyan eləsin, sonra deyər, ay doktor, sən təcrübən var, yaşın var, mən görmədən, baxmadan, bilmədən. Yevlatdan həmin xanımın zəngi var deyəsən. Alo. Alo, həkim. Buyur xanım. Həkim, axşamınız xeyir olsun. Axşamı xeyir. Həkim, mən gəlmişik, qaldı sözüm. Mən yol yeriyəndə sinəmdə göynəmə olur. Mən elə dedim ürəyimdəndir. Ancaq bunu həkimə yoxlasın, dedi, ürəyinizdə problem yoxdur. Xanım. İndi onun nədən ola bilər həkim, mən onu bilmirəm. Xanım, yeriyəndə göynəmə olur sinə sümüyünün arxasında. Sinəndə. Bəli. Dayanında keçir də. Bu sinəmdə, bəli, sinəmdə, yuxarıda. Dayananda keçir də xanım. Keçir. Xanım, o ürəkdir. Siz ürəyinizi yoxladanda aparat heç nə göstərmir. Nə elektrokardioqramma göstərmir, nə ekokardioqraf göstərmir, nə... Yoxlatmışam, həkim. Qoy cümləmi qutarım, sənə qurban xanım. Mən öcə bilirəm, mən bu ürək məsələsini mükəmməl bilirəm. Bunu tovuzdular yaxşı bilir, o zona yaxşı bilir. Sən dayananda bu stenokardiyadır. Bu göstərmir, nə analiz göstərmir, nə müayinə göstərmir. Bunun bir dənə göstərisi var. Yeriyəndə göynəmə olur. Dayanan kimi keçir. O stenokardiya, gərginlik stenokardiyası deyirlər ona. Bizim öz ana dilimizdə də döşün nağı deyirlər. O sümük döşün arxasında. Bu ürəkdir xanım. O vaxt aparat göstərir ki, orada artıq koronar taj damarda, yəni ürəyin taj damarında dəyişiklik olur.
ya infarkt olur, ya infarkt qabağı vəziyyət, o ST deyil. Sizə məsləhətim, gedin ürəyinizi müalicə elədin. Yox, görsəniz alınmır, gəlin, mən sizin ürəyinizi kömək eləyəcəm, heç bir əmələ, heç nəsiz, tamam onu aradan qaldıracam. Bunu söz verirəm sizə. Çox sağ olun sualınıza görə. Ancaq ağır yük, ağır fiziki heç nə olmaz. Əsəb olmaz, güclü əsəb olmaz. Güclü stressdən və ağır fiziki işdən sonra infarktla nəticələnə bilər. Ona görə də siz hesab edirəm ki, mənim məsləhətimi eşidib, çox rahat şəkildə o problemi müalicə olunacaq və rahat keçirəcəksiniz. Çox sağ olun sualınıza görə minnətdaram. Yəni, bax, o maraqlı sual idi. Doğrudan da. Gedir həkimə, neçə dəfə elə rast gəlib. Deyir, ay doktor, mən yoxlur, deyir ki, kardioqramma normal, təbii ki, həkim biraz da gənc olanda. Echo normal, ekokardiografiya, nə bilim, bütün müayinələrin normal, heç nə yoxdur orada. Bu dilinlə deyir sənə ki, mən yeriyəndə, əsəbləşəndə, fiziki yükə düşəndə sinədə ağrı əməlidir. Dayananda keçir. Dayananda keçirsə, bu artıq ürəkdir. Bunun başqa tərəfi yoxdur. Yəni, ürək tac damarının qidalanması normal şəkildə deyil. Bu baxımdan da təbii ki, insanlarımıza məsləhətimiz nədir? Döş sümüyü arxasında göynəmə, ağrı, sıxılma, fiziki hərəkət zamanı, güclü əsəb zamanı hiss edirsənsə, burada ürəyindən şübhələn. Və təbii ki, yenə də zaman öz sözünü deyir. Yenə də mən məlhəmlər haqqında sizə məlumat verim. Doktor Seyfəddin klinikası dediyim kimi Həzaslan metrosunun çıxışındadır. Mənim telefon nömrələrimi görürsünüz, şəklində çəkə bilərsiniz, telefonla yaza da bilərsiniz, istədiyiniz vaxt zəng elə bilərsiniz. İndi Bakıya qaydına qədər də zəng elə bilərsiniz, bir 10 dəqiqəyə açacam telefonları. Və sabah da müraciət elə bilərsiniz. Təbii sulla, müasir tiblə, nə ilə müalicə olunmaq istəsəniz müraciət edə bilərsiniz. Yüksək səviyyəli laboratoriyamız var, fizioterapiya otağımız var, iynə batırmamız var, təbii sularla müalicəmiz var, masajımız var və dediyim kimi də təbii şəkildə müalicə oluna bilərsiniz. Həm də ən əsası nədir? Təcrübəli həkiminiz var, məni kimi. Tərifləmirəm, yəni bir mənalı şəkildə təcrübəm çoxdur. Bu gördüyünüz məlhəm qaraciyər təmizləyir, qanın faizini artırır, prostat vəzinin fəaliyyətini normallaşdırır, cinsi gücü artırır, immuniteti qaldırır. Bu məlhəmimiz bizim üzdə olan yaraları, bədəndə olan səpkiləri götürür, dərini təmizləyir. Başqa bir arı südü kremimiz üzdə olan qırışları qaydasına salır, ləkələri təmizləyir, üz dərisini gözəlləşdirir, civzələri sağaldır. Başqa bir məlhəmimiz bizim burada miqren ağrıları üçündür. Alın nahiyəsinə çəkilir, harada ağrı var orada çəkilir, ağrıları götürür. Başqa bir məlhəmimiz bizim Sədəf Pulu Dəmirov üçündür, kəpəyi aradan qaldırır, qidalanmanı yaxşılaşdırır, qaşınmanı aradan qaldırır, yaranı sağaldır. Başqa bir məlhəmimiz bizim oynaq ağrıları üçündür. Beldə onurğa sütununda olan ağrıları aradan qaldırır, yırtıq olsun, protozi olsun, sinir sıxılması olsun, bütün növ ağrıları aradan qaldırmağa kömək edir. Başqa bir məlhəmimiz də bizim varikoz damarda çox gözəl kömək edir. Bugün xeyli insanların tromb əmələ gəlməsində varikoz damarlar, üsul hamiləlikdən sonra qadınlarda yaranır, artıq çəkisi olan adamlarda yaranır. Sonda isə zaman gəldi və Allahın verdiyi ömrü sağlam, mənalı və xoşbəxt yaşayın. Yenə əvvəldə dediyim sözü bir də təkrar edirəm, boş verin, yaşayın. Dünyada yaşamaqdan gözəl heç nə yoxdur. Allahın verdiyi ən böyük pay sağlamlıqdır. Sinir rahatlığıdır, sakitlikdir, dərin yuxudur, təmiz havadır, təbii qidalanmadır, hərəkətdir və ailə münasibətləridir. Allah xoşbəxt eləsin, gecəniz xeyrə qalsın, yuxunuz şirin olsun. Sağ olun. Klinikamızda yüksək səviyyəli laboratoriya, UZI, stomatoloji, fizioterapiya, iynə batırma və digər kabinetlər var. Revmatizmdən, təzyiqdən, şəkərdən əziyyət çəkirdim. Sonra Doktor Seyfəddin klinikasına tanış olandan sonra müalicə aldım və sağlamlığıma qovuşdum. Allah razı olsun.